Salamünaleyküm, xeyir olsun dəyərli futbol sevərlər. FA Cup turnirindən əlbirinizi xoş gördük. Turun açılış qarşıdurmasında Həzalsınov və Volves komandaları qarşılaşır. İki komandaya da uğurlar arzulayırıq. Qol-qollaq, ədalətli, gözəl bir maç deyirik. İki komandaya da. Sizlər indi komandanın heyətləri ilə tanış edin. İlk öncə Həzalsınov komandasının heyətləri belədir. Qapıda Tamirlan Abbasəliyev, Əlman Hüseynov, Faiq, Süleymanlı, İmran, Məmməd, Ruslan, Lətifov, Əmir Xəlil, Maqsudov, Ülvi Nuri, Mirzəyev, Ağa Məmməd, Tunar İsmailzadə və Kamil Əlzadə. Volves komandasının heyətləri belədir. Qapıda Zeynalov, Rüfət, Hüseynov, Xəqani, Əsədov, Cavid, Şahverdiyev, Xandəmir, Zeynalov, Nihat, Məmmədov, Zeyhun və Mirzəyev, Amil. İki komanda yenidən uğurlar arzulayırıq. Layiq olan qazansın deyib bu arada. Qapıda 9 zərbə gəlmişdi. Zərbə Xəqani zərbəni endirən oyunçu ilə, amma qalkiper zərbəni dəf eləməyi bacarır. Koner indi yeni etirildi. Sağ altına ötürməyə dəqiq alınmadı. Out Həzalsınov komandasınındır. Faiqa 6 yeni yetirdi. Mərkəzdə doğru ötürmə və burada hakim davam deyir. Qapı 9 zərbə gəldi və gol! Top orada da hesab açılır. Hesab açıldı. Hüseynov Xəqani fərqlənir. Komandasının oyunun açılış qolunun müəllifi olur. Və mərkəzdən top oyuna daxil edildi. Həzalsınov komandasında. Sol cinaqda Nihat topladı. Qolun sahibini ötürmə etdi, amma top içisi gəldi Volves komandasında. İndi out. Həzalsınov komandasında yox. Volves komandası out yeni yetirdi. Əzik var. Uzalaşdırır topu qalkiper. Top indi meydana tərk etdi. Qapıdan zərbə olacaq. Rüfət qapıdan zərbə ilə top oyuna daxil edib artıq. Ceyhun topladı. Ceyhun Nihat'la oynadı. Hüseyin topun indi Nihat topladı. Sağda ötürmə Xəqani. Ötürməsi dəqiq alınmır. Xəqani istiqamətində Xandəmirin. Out. Və top qalkiperdə qaldı. Rüfət indi oyun hərəkəti qazandırdı. Xandəmir istiqamətində ötürmə. Xandəmir sağ zat eləməyə çalışır, amma mümkün olmadı. Top içi gəldi. Altdan indi top oyuna daxil edildi. Ötürmə kesmədi müdafiədə. Yaxşı adamı Ruslan topu rəqibini almağı bacardı. Ötürməsi kesmir. Burada Zeyhun yerdə qaldı. Oyun davam edir. Nihat sol zatını eləməyə çalışırdı. Out. Volves komandasının olduğunu bildirir oyunun hakimi. Out indi yeni yetirdi. Xəqani ötürməsi Nihat. Qapı qarşı ötürmə. Ruslan qapı qarşısında. %100 topun qarşısını kəsir. Out indi Volves komandasını ikinci qoldan xilas etdi. Ruslan qapı qarşısında doğru vaxtda, doğru yerdə olmağı ilə. Altı yeni Ruslan topladı. Ruslan. Əmir Xəlil toplayır. Əmir Xəlil. Çəki sağına zərbəsini indirdi. Qalkiper. Topu yumruqlarıyla dəf etməyi bacardı və burada Ceyhuna qarşı qayda pozuldu. Dərhal da cərimə zərbəsi yeni yetirildi. Nihat topladı. Keçdi mərkəz özü tək başına. Sol cafdan sürət yığıb indi Nihat. Qapı qarşısına ötürmə, amma orada heç bir komanda yoldaşı yoxdur. Top birbaşa. Qapı xəttindən meydanı tərk etdi. Qapıdan zərbə ilə oyun hərəkətli qazanacaq. Əllə yeni yetirilməlidir. Qapıdan zərbə qaydalar çərçivəsində indi out. Qapıdan zərbə yeni yetirildi. Elmas məsəfi olan zərbə gəldi. Son anda müdafiədə. Faiq inamlı oynadı. Komanda yoldaşının səhvini sortaladı və korner qazanan indi Volves komandası. Nihat var topun arxasında. Türməsi edir Nihat. Xəqani topladı.
Oyundakı yeganə qolun müəllifi. Zərbə gəldi, son anda qalkiper. Təkrar zərbə olacaqmı? Geriyə pas verilir, Nihat. Nasıl zərbəsi indirdi, Faiq yenə blok qoydu bu zərbəyə. Sol cinahdan indi meydanın rəqibi aid olan hissəsindən out. Yeni yetirildi. Zərbə gəldi, yenə də qalkiper. Bu zərbəni də dəf eləməyi bacardı. Ötürmə Nihat, sağdan ötürməyi düşündü, keçmədi. Topu qazanırlar yenidən Volves komandası. Ara ötürməsi, uğursu alınır bu. Cəhd və top qalkiper Tamirlanda qalmışdı. Sol cinahda Ruslan topladı. Ruslan sağ cinahya ötürmə Əmir Xəlil. Ara ötürməsi, keçmədi. Top yenidən Volves komandası. Nihat, sol cinah ötürmə. Yaxşı alındı, zərbə də gəldi. Pekani'dən ama qalkiper yenə də qapısında inanlı oynadı. Bu zərbəni də dəf eləməyi bacardı. Faiq ara ötürməsi. Top elə təhlizasının komandasındadır. Və qayda pozuldu. Volves komandası indi idarə zərbəsi yeni yetirdi. Sağcan paralel ötürmə gəldi Xandamir istiqamətinə. Geriyə ötürmə. Caviddən irəliyə doğru ötürmə. Pekani zərbəsi yenə də qalkiper. Pekani qarşısına bacardı. Bir dəfə dueloda məğlub olub Pekaniyə bugün. Tamirlan ardıcıl sevlərlə fərqin açılmasına imkan vermir Tamirlan. Ruslan topladı. Ayağından biraz irəyə bıraxdı və bu da top itkisinə səbəb olur. İndi Volves komandasının növbəti hücum əmrəsinin zirəyi zərbə gəldi. Qapı dirəyi. Qapı dirəyi qolama nə olur? İkinci qola dirəyi imkan vermədi. İmran Əmir Xəlil oynadı. Sola çəkdi zərbəsinə də. Əmir Xəlil zərbəsinə blok gəldi. Top yenidən Həzasonov komandasındadır. Sol cinahda Ruslan topladı. Ruslan paralel ötürmə edir sağ cinaha. Ama bu ötürmə dəqiq alınmadı. Faiq yenə müdafiədə. İnanlı oynadı. Out Volves komandasındadır. Pekani out yenitir qapı qarşısına ötürmə. Top qapısı Tamirlanda qaldı. Tamirlan Abbas Əliyev də dərhal oyuna hərəkətliliyi qazandırdı. Ruslan bir rəqibini geridə qoyur. Özü irəliyir Ruslan Əki. İndi ötürməsini etdi. Qapı qarşısına ötürmə. Başla zərbə endirmək mümkün olmadı. Top birbaşa meydanı tərk etdi. Qapıdan zərbə ilə oyun hərəkətliliyi qazanır. Uzun ötürmə gəldi. Rüfətdən Faiq müdafiədə. Topu uzaqlaşdırdı. Out. Pekani də out yeni yetirir. Nihat istiqaməsinə top meydanda qalmadı. Buradan zərbə ilə Tamirlan. Topuna daxil etdi İmran. Məhəmməd topladı. İmran keçdi mərkəzi. Türməsi Ceyhun uzaqlaşdırır müdafiədə. Top indi Volves komandasına qalır. Cavid sağ cəməl etdi. Pekani düz istəyirəm zərbəsi. Ötürməsi keçmədi. Yeni yetirildi out. Top çıxsı gəldi Volves komandasında. İndi Həzasonov komandasının hücum əmrəsini izləyəcəyik. Və 50 oyun təsbit etdi Hakim Nihat. Burada 50 oynanmışdı və cərimə zərbəsi təyin olundu. Faiqin ötürməsi. Top Əlmanın nəzarətində meydandan çıxdı. Qapıdan zərbə dərhal. Uzun ötürmə. Ruslan istiqamətdən müdafiədə qarşılandı. İndi sağ cinahda Əmir Xəlil topladı. Əmir Xəlil qapı qarşısına ötürmə. Qalkiper rahatsızla topa sahib olmağı bacardı. Uzun ötürmə etdi Xəqani istiqamətinə. Xandəmir sağca topladı. Sürət yığıb Xandəmir zərbəsi indirir. Son anda müdafiədə İnanlı oynadı. Həzasonov komandasının müdafiəçiləri zərbənin qarşısını almağı bacardılar. Nihat topladı. Sol cinahda mərkəzə meyl etdi. Yanında Xəqani var. O da onu gördü. Sağ zatda Xandəmir qapı qarşı ötürmə. Ceyhunun zərbəsini. Top qalkiperdə qaldı.
Ceyhun bir an nəzarəsiz olmuşdu cərimə meydançasında. Və vara müdaxilə olunur. Vara baxılacaq potensial penalti üçün. Vara baxıldıqdan sonra penalti qərarı verilmir. Hakim hər şeyə qaydalar çərçivəsində olduğunu bildirir. Və oynayan hərəkətli qazandı. 1-0 üstünlük davam edir. Wolves komandasının. Ötürməli keçmədi. Amil tərəfindən top Ruslan qazandığı zərbəsinə blok gəldi. Top yenidən Ruslandadır. Out. Top Xəqanidə meydanı tərk edir. Sol cinahdan. Out yeni yetirildi. Faiq. Yenidən topu Ruslana qaytardı. Ruslan. Top hələ də özündədir Ruslan. İndi ayaq saxlayır Ruslan. Ön açıldı zərbəsini indirdi. Qüvvətli zərbə. Çərçivənin üzərindən meydana çıxdı. Qapıdan zərbə ilə qalkiper Rüfət topu komanda yoldaşı Amillə ötürdü. Ümidən uzun ötürmə irəliyə doğru Faiq qarşıladı müdafiədə. Xəlil, Əmir Xəlil topladı. Uzun ötürmə, biraz bu ötürmə sürətli andı və topa çatmaq mümkün olmur. Qapıdan zərbə olacaq. Rüfət qapıdan zərbə ilə uzun ötürmə. Rəqib istiqamətinə tərəf, meydana tərəf. Qalkiper Tamirlanda qaldı. O da Faiqlə oynayır. Faiq, Əmir Xəlil. İmran, solcuna ötürmə. Ruslan istiqamətinə yaxşı alındı. Ruslan qarşısında Xandəmir var idi. Keçdi onu qapı qarşısına ötürmə. Ceyhun uzalaşdırır. Təhlükəli nöqtədən topu. Out. Topu qazanır Wolves komandası. Faiq imkan vermədi Nihatın irələməsinə və out artıq yeni itirir Wolves komandasında. Xəqani. Solcan ötürmə Ceyhun yenidən Xəqani zərbəsi indirdi. Dirəyə top meydanı tərk edir. Növbəti təhlükəli hücum həmləsi izlədik Wolves komandasında yenə də. Baş rolda Cavidandır. Xəqani düzü istəyirəm. İkinci dəfə fərqlənməyə yaxın oldu. Amma azda dəqiqlik çatmır. Sağca ötürmə Əmir Xəlil qapsız bölsü zərbəsi indirir. Amma golkiper. Golkiper bu zərbəni dəf eləməyi batardı. Komandasını mütləq qoldan xilas edir. İmkan vermədi hesabın bərabərləşməsinə. Sol cinahdan idi out. Yeni yetirildi. Amil tərəfindən Ceyhun topladı. Hər ki Ceyhun ayaq saxlayıb tələsmir. Ceyhun irəli ötürmə Xəqani istiqamətinə. Xəqani sağ cinahda yaxşı gördü Xandəmiri. Xandəmiri zərbəsində. Müdafiədə yenə də inamlı oynayır. Elman Hüseynov. Duvar patlaşması düşündər, amma biraz ötürmə sürətli anı Amil müdafiədə gəldi və topu komandasına qazandırdı. Nihat topladı, sağ cahda Xandəmir var. Xandəmir sağa çəkir zərbəsi indirdi, blok gəldi bu zərbəyə. Meydanda qalmadı. Wolves komandası outda topu oyuna daxil etdi. Amil yanında Xəqani, o da irəli doğru Nihat istiqamətlə ötürmə etdi. Yenidən Nihat topu Xəqaniyə qaytarır. Sol cahda ötürmə Ceyhun istiqamətlə sinəsə ram etdi Ceyhun. Elman imkan vermədi rəqibinin daha da irəliləməsinə. Topu da uzaqlaşdırdı. Altı yeti qapı qarşı ötürmə Tamirdən uzaqlaşdırdı qalkiper. Xəqani sol meyledi, zərbəsi indirdi. Blok gəldi bu zərbəyə də. Sürüşmə fəndi ilə bu zərbənin qarşısı alındı. Top hələ də Xəqaninin özündədir. İndi ötürməsini etdi Nihat istiqamətinə. Ruslan gəldi ora. Nihatın zərbəsi dəqiq alınmadı. Top çərçivədən yan keçdi. Tamirdan Abbas Əliyev qapıdan zərbə ilə oyuna hərəkətliyi qazandırdı. Faiq yerə götürmə düşünür. Nihat təzyiq göstərir ona. Burada Nihat qaydanı pozdu Faiqə qarşı. Tamirdan cərimə zərbəsini yetirir. Uzun ötürmə. İmran istiqamətinə. İmran aşırma zərbəsi düşündü amma istədiyi kimi zərbə indirə bilmədi.
Buradan zərbə ilə uzun ötürmə. Gəldi Xəqani istiqamətinə. Xəqani ayaq saxladı. Elman var qarşısında. Xəqani özündə zərbəsini. Qalkipeyin də təması var. Korner. Korner yetirildi. Top qalkiper. Tamirlanda qalır. İrəyə doğru uzun ötürmə. İmran irəliyə bilmir. Uzaqlaşdırdı top qalkiper tərəfindən. Faiq qarşıladı müdafiədə. Ruslanda qalır top. Ruslan. İkili mübarizə var. Ceyhun kəsdi qarşısına. Out. Out dərhal yetirildi. Əmir Xəlil. Sağ sınaqda. Faiqlə oynadı. Faiq baxdı qapıya. Zərbəsi indirir. Nə baş verdi? Yox. Toryandan silkəlmə bir an top. Tora daxil olduğunu düşündüm amma Toryandan silkələnib. Buradan zərbə ilə oyun hərəkətli qazandı. Xəqani. Hüseynov Xəqani. Uça bilmədi. Əlman Hüseynov. Out yeni esirdi. Yenidən out olacaq. Xəqani out yeni yetirdi. Nihat topladı. Nihat yenidən topu Xəqaniyə qaytarır. Xəqani zərbə yaxtardı özünə. Zərbəsinə blok gəlir. Əksürmə tutmasal Şəhzadson komandası amma üzümdə başlamadan yarıda qaldı. Out idi yeni yetirilir. Amidən irəyə doğru ötürmə. Ceyhun. Xandəmirin zərbəsi dəqiq alınmadı. Top qapı xəttindən meydanı tərk etdi. Buradan zərbə ilə top oyuna daxil ediləcək. Kamil topladı. Oyuna yeni daxil olub Kamil. Ruslana irəyə doğru ötürmə. Əmir Xəlil toplayır. Ceyhun var qarşısında Əmir Xəlilin. Əmir Xəlil topu elədə özündədir. İndi ötürməsi divar bozu taşıması düşünüldü amma alınmadı. Bu cəhət. İndi Volvas komandası özümə sıxır. Solcan ötürmə. İmran gəldi müdafiədə. Topu uzaqlaşdırdı. Xandəmir. Xandəmir ötürməsi dəqiq alınmır. Anlaşılmazlıq yaşandı. Volves komandasında. Əmir Xəlil yerdə qaldı burada və qayda pozuldu. Zərbə zərbəsi yeni yetirildi. Birbaşa qapıya zərbə düşünüldü amma zərbə dəqiq alınmır. Uzun ötürmə top. Əzasol komandasına keçir. Kamil. İndi solcaqda Ruslanı gördü. Ruslan. Qarşısında Hamid var. Qapıya zərbə indirdi. Top qapı xəttindən. Az da fərqlə meydana tərk etdi. Rüfət indi qapıdan zərbəli uzun ötürmədir. Meydan rəqib aid olan hissəsinə. Nihat yenə faiq uzaqlaşdırdı. Top indi Əmir Xəlildə qaldı. Əmir Xəlil topu itirdi. Top yenidən Volves komandasına da. Zavidan rəqib keçməsi aşır. Sağ tarafına eləyir. Türmə düşündü. Yenə də faiq komandası. Müdafiədə sığortaladı. Korner olacaq. Xəqani korner yetir. Qapı qarşısı ötürmə. Yenə də faiq topu uzaqlaşdırır. Müdafiədə bugün tək başına bir ordudur faiq. Yerə uzun ötürmə. Yenə də faiq blok qoyur. Altın yenə yetirildi. Sağcan ötürmə. Xəqani zərbəsi indirir. Son anda qalkiper və korner. Yaxın məsafədən qüvvətli zərbə indirmişdi Xəqani, amma qalkiper gözəl reflekslə bu zərbəni dəf eləməyi bacarır. Qarşısına ötürmə gəldi. Gücdən zərbə yenə yetirilmişdi indi. Əksuma sıxır Əzaslan kanalsa yaxşı keçdi Ruslan bir rəqibini. Sol caqda ilə Ruslan indi ötürməsi etdi İmrana. İmran sağdan çəkdi zərbəsi indirdi. Amma fərqlə
Az fərqlə top çərçivədən aralı keçdi. Bərabərlik qoluna çox yaxınlaşdı. Əzaslanov komandası. Az da dəqiqlik çatmır. Topun tora daxil olmasına. Yaxşı çıxdı ki dəfənin hadisindən və ona qarşı qayda pozuldu. Cərmə zərbəsi yenitildi Ruslan Nihat tərəfindən. Xəqani topladı. Xəqani sağ camiyyət etdi və fail kəsdi qarşısına. Out. Tübə uzalaşdırıldı. Yenidən Ceyhun topladı. Ceyhun öz zərbəsi endirdi, amma bu zərbə çərçivəyə tuş gəlmir. İrəli uzun ötürmə, Əmir Xəlil topu meydana saxladı. Ruslan topladı. Ruslan öz zərbəsi endirir. Bu zərbən qarşısı kəsildi. Korner olacaq. Yenidən korner. Və gəlir sol cana Kamil özü zərbəsi endirir. Xandəmir bu dəfə blok qoydu. Ruslan Əmir Xəlil oynadı. Əmir Xəlil ötürməsi ünvana çatmır. Top itkisi gəldi Əzəzsal komandasında. Cavidan çox yaxşı sağa topu özündə. Amma yenə də müdafiədə faiq kesilməzdi. Zərbə gəldi və top direyə deyərək qalkiperdə qalır. Direyə doğru uzun ötürməkdə qalkiper. Əmir Xəlil eləməyə çalışırdı ki, son anda müdafiədə. Zavir imkan vermir. Azadlıq yerini yetirilib Əzəzsal komandasında. Əmir Xəlil burada qayda pozuldu. Cərmə zərbəsi indi yeni yetirəcək Əzəzsanov komandası. Fit səsləndi indi. Ruslan gəldi topa. Sürməsini etdi Əmir Xəlil. Sola çəkdi, zərbəsi indirir. Qapı dirəyi. Qapı dirəyi bərabərlik qolunun qarşısını aldı. Bu zərbəyə də blok gəlir. Əmir Xəlilin bu zərbəsinə. Türmə İmran zərbəsi indir top. Qalkiper. Rüfətdə qaldı. Zeynalov Rüfət indi. Uzun ötürməkdir. Soğuqdan Hacı Xəqani istiqamətinə qarşısında Faiq var və yenə də Faiq müdafiədə sədiqəli oynadı. Top indi Əzəzsal kanata keçir. Kamran iləməyə çalışır. Amil sədiqəli şəkildə topu ondan aldı. Xəqani oynadı. Xəqani İmran var qarşısında. Xəqani uzaq məsafədən zərbə düşündü. Faiqdən blok gəldi. Top indi Əmir Xəlildədir. Ara ötürməsi İmran istiqamətinə topu ram etmək mümkün olmur. Və bu da top itkisinə səbəb oldu. Rüfət qapıdan zərbə ilə oyuna hərəkətliyi qazandırdı. Sağcın ötürmə dəqiq alınmır. Top alt yollandı. Ünvansız ötürmə alındı. Alt artıq yeni yetirilib İmran. İmran özür eləməyə çalışır. Top itkisi oldu. Qapısı Rüfətdə qaldı. Rüfətdən iliyə doğru uzun ötürmə qarşılandı müdafiədə Faiq tərəfindən. Yenidən Faiqdədir. Faiq. İndi Ruslan oynadı. Ruslan rəqibin üzərinə gedir. Geri çəkildi. Sol cana düşündü. Kamranla o istiqamətdə hərəkətlənməmişdi ilk öncə. Sonradan sürət yığdı və topa çatmaq mümkün olmadı. İləri doğru ötürmə. Yaxşı ötürmə olunmuşdur top. Hiçbir oyuncuya değmədən meydanı tərk edir. Tamirdan zərbə ilə. Top
Top oyuna daxil etdi. İmran Məmməd topladı. Sadəcə ara sürməsi yaxşı alındı. Qapıya doğru zərbə gəldi. Bu zərbə tora daxil olmadı və kimin tərəfi səslənir ilk hissənin. Sonuna gəldik. İlk hissə Wolves komandasının 1-0 üstünlüyü ilə baş tapdı. İkinci hissədə yenidən görüşmək ümidi ilə. Hələlik. İkinci hissədən təkrardan bizi xoş gördük dəyərli futbol sevərlər. İlk hissə Wolves komandasının 1-0 üstünlüyü ilə başa çatdı. İkinci hissədə iki komandaya da yenidən uğurlar arzulayırıq. Buna görə bizi ikinci hissədə nə cür bir qarşı durma gözləyir. Kamil topladı. Kamil ötürməsi, ara ötürməsi Ruslan istiqamətinə. Bu ötürmə biraz sürətli alındı. Niyyət yaxşı idi amma biraz ötürmədə sürəti idarə edə bilmədi Əmir Xəlil və top meydanda qalmadı. Altın yeni yetirəcək Wolves komandası. Xəqani var topun arasında öndəki. Hələ ki, bu yeganə qolun müəllifidir. Ara ötürməsi son anda müdafiədə Ceyhun qarşıladı. Top indi meydana tərk edir. Out olacaq. Ruslan Kamran oynadı. Nihat topu qazandı indi Nihat. Yerəmiyyət saçlı olacaqdan imkan vermədi ona Kamil. Altdan indi Nihat topunu daxil etdi. Ceyhun oynadı. Ceyhun topu Zavid ötürdü. İləyə doğru uzun ötürmənə qarşılandı. Out olacaqdan Wolves komandası yerinə yetirəcək. Xəqani zərbəsi indirdi. Blok gəldi bu zərbəyə. Burada qayda pozuldu. Xəqani etiraza görə sarı vərəqə ilə cəzalandı. Ruslan toplu bir hazırda geri ötürməkdir. Elman istiqamətinə, Elman sol cənə ötürməsini. Top indi Əmir Xəlidədir. Kamran top çevirir bu dəqiqələrdə, boşluq axtarır. Rəqibin müdafiəsində Həzaslan komandası ötürmədən insəfi yol verildi. O top yenidən Həzaslan komandasına keçdi. Altı yetirdi Ruslan. Ceyhun ötürmə qarşısını kəsir. Yenidən altı olacaq. Ara ötürməsi Kamran topu istədi. Kimi ram edə bilmədi orada. Əgər topu ram etsəydi, bərabərlik qolunun gəlməsi heç qaçıl olmaz idi. Həzasov komandasının növbəti hücum hamləsi. Faiq. Yanında Ruslan var. Topu elə də Faiqin özündədir. Qapı qarşısı ötürmə düşündü. Zavid imkan vermədi. İndi Ruslan toplayır. Onun ötürməsinin də qarşısını kəsildi və top qalkiper Rüfətdə qalır. Rüfətdən dərhal İrəliyə doğru Xəqani istiqamətində uzun ötürmə. Qarşısını kəsdi Elman. Korner. Nihat'ın zərbəsinə blok gəldi. Yenidən Nihat. Bu bıraxdı Xəqaniyə. Qapı qarşısı ötürmə düşündü. Keçmədi. Sol tarafta Ruslan. Zərbəsidir qapıya, qalkiper dəf etdi bu zərbəni. Top meydanda qalıb. Xandəmir eləyir. Sağdan top soluna kesməyə çalışdı rəqibini, amma Elman imkan vermədi. Korner olacaq. Xəqani Konyetiri Nihat'ın zərbəsi və gol! Bu da Wolves komandasının ikinci qolu. 2-0. Hesab fərqini 2 topa çatdırır. Wolves komandası Nihat'ın bu qoluyla
Mərkəzin artıq top oyuna daxil edib bəzi Aslanov komandası. Xandəmir Ceyhun oynadı. Ceyhun yenidən topu sağdan ötürmək düşündü. Top Aslanov komandası qalar. Ötürməsi keçmədi. Zabit imkan vermir. Out. Out yeni nesildi. Faik baxır qapıya zərbəsi endirir. Müdafiəçilərə dəyən top korner yollandı. Növbəti korner. Aslanov komandasında zərbə gəldi Faikdə, amma top istədiyi kimi ayağına oturmadı. Effektsiz zərbə alındı. Artıq o çıxan hücuma çıxmaq çalışır. Son anda Elman inanma oynadı müdafiədə. Xandəmir keçdi bir rəqbini, ikinci rəqbi də geridə qoydu. Sol uzanatda Xəqani qapı qarşı ötürmə. Zərbə də gəlir. Qalkiper dəf etdi bu zərbəni. İmkan vermir. Növbəti qolun gəlməsinə. Zərbə gəldi. Top az fərqlə çərçivədən yan keçdi. Bu hücumdan əli boş qayıdır. Volves komandası Faikdən irəliyə doğru ötürmə. Xəqani topu qarşıladı. Nihat oynadı. Nihat ötürməsi keçmədi. Nihat topu elə də özündədir indi. Yenidən Nihat indi ötürməsi etdi. Yaxşı oldu Ceyhunu. Ceyhun Nihat'a qaytarır. Və top tordadır. Top tordadır. Top qabı xəttini keçdi və növbəti qolu gəldi. Volves komandasının arda-arda qollar izləyir. Nihat'dan dubl edir. Bu qollarla özünün ikinci komandasının üçüncü qolu müəllifi oldu. Faik Ceyhun sol uzun ötürmək. Biraz sürətli ötürmə oldu və out. Yerə ötürmə Əmir Xəlil istiqamətinə biraz sürətli alanda topa çatmaq mümkün olmur. Qapıdan zərbə ilə Rüfət topu oyuna daxil etdi. Amil oynadı. Amildən irəyə doğru sağ uzun ötürmə. Nihat var orada. Nihat komandasının 2 qolunu müəllifidir. Xandəmir Türmək keçmir. Topu qazanır. Şamidi qaldı. İmkan vermədi. Son anda Xandəmir müdafiədə yaxşı oynadı. Alçin yetirdi. Əmir Xəlil toplayır sağ zanatlara. Qapı qarşı ötürməsi gəldi. Ruslan Xandəmir var qarşısında. İmkan vermir onun rahat hərəkət etməsinə. Cərmə mentasında. Top da indi Volves komandasında da. Xəqani sağ zon ötürmə Nihat. Yenidən Xəqani düşündü. Amma Kamil artıq geriyə dönmüşdü və topu komandasına qazandırdı. Ruslan zərbəsi son anda qalkiper və qapısı nədən top meydana qayıdır. Xəqani sola çəkdi. Əmir Xəlil topu onu aldı, özü indi irəliməyə çalışır. Əmir Xəlil imkan vermir Ceyhun, onun qarşısını kəsir. Yenidən Əmir Ceyhun Nihat'la oynadı, Nihat. Zərbə indir qapıya bu dəfə. Volves komandası dirək tuş gəldi mi deyəcəkdim, amma yox, top meydanı tərk edib. İmran ara ötürməsi keçmədi. Zərbə gəldi qapıya, top dirəkdən qayıtdı. Dirəkdən qayıdan top yenidən oyundadır. İmran sağdan ara ötürməsi, Amil müdafiədə. Düzgün yerdə idi və topu qazandı. Sağdan ötürmə, Xəqani zərbəsi, top tordadır mı? Bəli, top tora daxil olub. Top tora daxil olub, dördüncü qolu gəldi. Volves komandasının 4-0 oldu hesab, bir an tərəddüd etdim.
Toryandan mı silkələndi yoxsa qapıya mı daxil oldu? Nəticə etibarilə qoldur. 4-0. Xəqani də dubl edir. Amil 6-7'ye doğru uzun ötürməyə qarşılandı. Nihat irəliyə Xəqani düşündü. Top ona çatmadı bu dəfə. Bu son zərbəsidir, qüvvətli zərbə. Direğin dibindən meydanı tərk etdi. Buradan zərbə ilə oyunun hərəkətli qazanıb artıq irəliyə sürməyə. Mixail qarşıladı, solcan ötürməyə zərbə gəldi qapıya. Son anda qalkiper və korner. Bunu yetirildi, top qapı xəttinə paralel şəkildə altı yolandı. Amil uzun ötürməkdir, altdan topu oyuna daxil etdi. Tamirdan qalkiper topu qarşıladı. Kamil özü irəliyir hələ ki. Sol zamil etdi Kamil. Zərbəni indirdi, amma dəqiq alınmadı. Uzun ötürmə gəlir. İleriye doğru qalkiperdən. Qarşı kəsildi, müdafiədə out. Outdan topuna daxil edildi. Amil bir rəqibini keçdi. Ötürməsində yaxşı etdi Xəqaniyə. Xəqani də topu tora göndərdi. Hət-trik etdi bu qolla Xəqani. 5-0. 5-0 hesabı. Bir qədər də hesab fərqini daha da asır. Wolves komandası. Mərkəzdən yenidən Hakim Mifti də top oyuna daxil edildi. Burada Nihat'a qarşı qayda pozuldu İmran tərəfindən. İndi Hakim Mifti səsləndi. Xəqani gəlir, zərbəsini indirdi, dərmə zərbəsini yetirdi. Top qalkiper dəf etməyi bacardı bu zərbəni. Toparsa ötürmə, Nihat'ın zərbəsi. Qapının üzərindən meydandan çıxdı. İləriyə doğru uzun ötürmə gəlir. Amil qarşıladı müdafiədə. Nihat özündə zərbəsini indirdi, amma zərbə aldı fərqlə. Çərçivədən aralı keçdi. Buradan zərbə ilə oyun hərəkəti qazandı yenidən. İleriyə doğru uzun ötürmə, top qalkiperdə qalır. Rüfətdən ileriyə uzun ötürmə. Sinəsilə topu. Xəqani ötürdü Nihat, amma top itkisi gəldi. Yenidən qazanır topu. Xəqani ileriyə və Nihat'ı gördü. Nihat tabanla. Xandəmri ötürməsi etdi. Təsdik var orada. Əzəsol komandasından, amma top onlarda qalmır. Keçmədi. Nihat topladı. Əlman var qarşısında Nihat'ın. Xəqani oynadı. Yenidən. Nihat sıqanı ötürmə. Nihat üzünü qapı sıqanı dönməyə çalışdı. Qaydana pozdu. Əqilmə qarşı.
Nihat sağ tarafda eləməyə çalışır son anda. Əmir Xəlil yaxşı oynadı. Ötürmə dəqiq alınmadı. Qapıdan zərbə ilə indi Tamirdan oyuna hərəkəti qazandırır. İrəyə doğru ötürmə. Əmir Xəlil zərbəsi indirdi. Blok gəldi Xandəmirdən. Top da Xandəmirin özündə qalır. İnsan Azantı da topu Nihat'a ötürdü. Nihat keçə bilmədi. Rəqibini ayağından biraz irəli buraxdı. İmran Tunarla oynadı. Yenidən İmran. Amir kəsir qarşısına out. Wolves komandası out'u. Yeni itirdi. İrəyə doğru ötürmə. Həqani topu ondan aldılar. Amma top yenidən indi Wolves komandasında da Xandəmir. Türməsi keçmədi. İndi top İnata çatdı. Nihat o qarşılıqdan çıxmağa çalışdı, amma bu mümkün olmadı. İndi Türmə də səhvi yol verildi. Out. Əzəlson komandası out'u yerinə yetirdi. Ötürmə dəqiq alınmır. Qapıdan zərbə ilə oyun hərəkəti qazanıb. Tunar zərbəsi indirir. Son anda Qaljiber və korner. Boşa qapıya zərbə düşüb gəlmişdi. Kornerdən top dirəkdən qayıtdı. Zərbə gəldi qapıya, Toryandan sekələndi və vara baxılacaq. Yaxşı epizod üçün. Vara baxıldıqdan sonra qol qərarı çıxmadı. 5-0 üstünlük davam edir Wolves komandasının. Yerə götürmək keçmədi. Sol zata. Əmir Xəlil toplayır. Zərbəsini indirir top. Müdafiəçiyə dəydi və kornerə yollanır. Ruslan da korneri yetirdi. Qapıya doğru zərbə gəldi. Ağa Məhməddən, amma dəqiq alınmadı. Top fərqli şəkildə meydanı tərk edir. Hətta alt yollanıb top. Alt indi. Yerinə yetirildi. Ceyhun. Sağlıqdan ötürmə. Həqani. İkili təzyiq var ona. Topu əldə Həqani özü saxlamağa batarır. Qapı qarşısına ötürmə etdi və gol! Bu da Ceyhunun qolu 6-0. Həqani çətin vəziyyətdə. Təzyiqə baxmayaraq topu özdə saxladı. Ötürməsini də yaxşı etdi. Aldı, at dedi Ceyhuna. Ceyhun da bu hədiyən geri çevirmədi topu. Tora göndərdi. O da qol vuranlar siyasına. Həqani və Nihatdan sonra komandasında adını yazdırdı. 3-cü fərqlənən isimdir Wolves komandasında. Alt indi. Əzəlson komandasının olacaq. Elman altı yeni yetirdi. Ruslan. Sağ altından ötürmə. İrələmə mümkün olmadı. Ötürməsi dəqiq alınmır. Qapıdan zərbə olacaq. Solcan ötürmə. Ruslan. Qapı qarşı ötürmə. Zərbə gəldi amma
Top çərçivənin üzərindən meydandan çıxır. Şkollarını vurmağa çox yaxınlaşdı. Azaslar komandası amma dəqiqlik çatmadı. Seyhon sol uzaqdadır və ona qarşı qayda pozuldu. Nihat İdlizəmə zərbəsini yetirdi. Yetirmə Nihatı qüvvət zərbəsi top qapı üzərindən çıxır. Topdan zərbə dərhal oyun hərəkətliyi qazandı. Nihat topladı. Seyhon gördü sol cinahda. Yenidən topu Niyata qaytarır. Seyhon. Topu qarşısına ötürmə. Top qapıcı Tamirdən uzaqlaşdırdı. Yeniyetili uzun ötürmə gəldi. Top qapıcı Tamirlanda qaldı. Dərhal da irəyə doğru ötürməsini etdi və burada topu qazandı Xandəmir. Ceyhun topu da azıdır və ona qarşı qayda pozulur. Haqani sol çəkməyə çalışır. İstədiyini edə bilmədi bu epizodda Haqani və top meydanda qalmadı. Ya topu qazandı. Haqani oynayır. Türməsi Xandəmirə zərbə indirmək mümkün olmur. İmkan vermədilər ona. İndi Əzəsol komandası əksməsinə çalışır. Kamil topu da sağ azatda. Yeni topu qaytardı Əmir Xəlil. Xandəmir gəldi və topu komandasına qazandırdı. İləriyə uzun ötürmə. Qapıdan zərbə olacaq. Tamirdan idi yanında. Ağa Məhəmmədlə oynadı. Sol cinahda Ruslan var. Ruslan ara ötürməsi düşündü. Kesmədi bu ötürmə. Top Xəqanidə hazırda sağ cinahda mərkəzdə etməyə çalışırdı. İmkan vermədilər. Ona qarşı kəsilir. Və Hakimin də final fiti səsləndi. Maç başa çatdı. Wolves komandası 6 hesablı qələbə qazanaraq növbəti 3 hesablarını yazırdılar. Təbrik edirik Wolves komandasını. Növbəti oyunlarda iki komandaya uğurlar arzulayırıq biz də. Röportajımızı burada yekunlaşdırırıq. Növbəti oyunlarda yenidən görüşmək ümidi də. Hələlik deyirəm. Sağ olun, salamat qalın.